پند از تاریخ به زبان ترکی قبول کنیم. از نصف بیشتر مردم ایران ترک زبانند. بنده هم افتخار می کنم که یک ترکم، ولی سعادت خود را در ایران قرب شکل می بینم. ولی یک شعری هم ترکی بگیم خالی از لطف نیست. Bax tarixə həqiqətin özün gör. Keçən nəslilərin ağlar gözün gör. Zülmün özün dünya qədər özün gör. İnanmasan bax Həzrəti Qabilə, gör neynədir öz qardaşı Habilə. Nuşirəvan Adil Şah, Nuşirəvan Adil ləqəb alarkən, ədalətin zəncirini qurarkən, zalimlərin mındar tükündü dərkən, ədl adına zulm ağacı əkibdir, mindən artıq nahaq qanlar tökübdür. Nəticə alaq. Bir adil ki gördük nə bil həvəsdir, zalərdən deməyimizə bəsdir, dünya dolu çıxarsıdır qəfəsdir, qəfəslərdə gah quş yatır, gah insan, şikarçılar ya insandır ya heyvan. Deyərəm yaşasın Azar ölkəsi, qəhrəmanlar doğan aslan nənəsi, adımdır el oğlu şerlər dədəsi, sözlərimi dedim qara dumana, gərək tə gedə bizdən o yana. Sən tülkü sifətdə bir qərəm alsan, qulaqların kardı ya da kil alsan, yoxsa dam üstündə qıllım ot alsan, dağların döşündə aslan görürsən, burğa sən də birdən hürüsən. Be eşqe آنی که خود را ایرانی می‌داند و به آن فخر می‌کند. هموطن هزاران سال است که ترک و لر و کرد و ترک و بلوچ و هیلکی و مازنی در کنار هم به خوشبختی زیست می‌کنیم، خواهیم زیست. هرگز شک نکنید.